bize müraciət edən xəstə, yəni illər öncə İBC-də bizə müalicə alırdı. Və bizim müraciət edilərkən qarın bölgəsində olan çox kəskin ağrılardan bizə müraciət edildi. Və bu ağrının səbəbini isə mən sizə izahat verəcəm. O uşaqlar tamamilə götürülübdü. Yumurtalıqlar götürülübdü xanımda uzun illər bundan öncə. Amma biz buradan osteopatik metodlara uyğun testlər eləyəndə başa düşürük ki, sidik hissəsi və eyni zamanda qalxan çəmber bağırsağının bir hissəsi yeni bitişmiş formadadır. Buna başqa bir dildə spaykalar deyilir. Ağrı için izah edebilirim. Eminim ki siz demişken bağışlarım ağrının sayılaşık edebilirler. Bağışık ağrı böyle sahip olması mesela. Biz nə etməliyik? Burada xüsusi olaraq osteopatik metodlarla qoyduğumuz diaqnoz kimi həm testimizi etdik, sonra retistlər edəcəyik, yəni baxacağıq görək ki, effekt nə dərəcədədir. Amma bir məsələ isə bildirim ki, bilirsiniz, mən osteopatiyana yazdım ki, işləmirəm. Bunu visteral masaj formasında işləyəcəm. Amma mən nə qədər o visteral masaj kimi işləsəm də, osteopatik metodla işləsəm də çox o irəliləyiş əldə edəməyəcək. Odur ki, xüsusi məlhəmlər hazırlayacağıq. Xüsusi məlhəmlərlə bax bu bitişmə zonalarının üzərində çəkərək və həm xüsusi başqa bitkilərdən daxilə qəbul edərək, əlbəttə ki, bunlar illər öncə sınaqdan çıxmış bir çiçəklərdir ki, müəyyən arının məhsullarıdır, çiçəklərdir və yaxud da ki, xüsusi tərkibi bizə qəbul olan daşlardan hazırlanmış məhsullarla biz müalicə aparacağıq. Buradakı xroniki iltihabi proses aradan götürəcəyik, obezite prosesi yaradacağıq və ondan sonra keskin iltihabi prosesi gəlməndən sonra artıq özü-özünə orqanizmin regenerasiyası yaranacaq. Zaman düzdür, bu biraz vaxt alacaqdır, amma tamamilə xəstənin sağlamlığına qovuşacaq. Orada daxildə olan bütün spaykalar, bitişmələr hamısı yavaş-yavaş eriyəcək, hipoz tutmadan azad olunacaq.